Hə, sizin şikayətiniz? Mənim şikayətim baş ağrısındandır. Mənim miqreni elə deyil. Yoxlanmışam da necə yerdən. Baş ağrısı toplam neçə ildir? Neçə yaşınızdan başınız ağrıyır? Demək olar, nə bilim, 17-18 yaşımdan belə az-az ağrılar olub. Hardasa bir son, bir 10-15 ildə deyərək belə ardıcıl ağrıyır da. Qəlbiyyət ağrıyır. Bir ay neçə gün başınız ağrıyır təqribən? Bu oktyabr ayını elə götürsəm, elə deyərəm ki, 20-25 gün ağrıyır bir ayda. Təsadüfən bir həftədə belə ağrı olmuyor. Ağrı ilə yanaşı ürək bulanmanız olur? Elə olmur, çox olmur məndə ürək bulanma. İşıq, səs pis təsir eləyir? Gücdə olanda hə. Deməli, ağrınız fərqli olur da, gah güclü olur, gah biraz zəif olur. Elə olur, məsələn, normal axşam yatmışam, səhər elə yorumdan dayı biləcək, gözüm açıram elə ağrı ilə. Ağrı elə ki, qəfil ağrı tutur. Elə olur, məsələn, bu son 1-2 ildə olmuyor amma. Məsələn, bir ildə bir dəfə, ya 2 dəfə çox güclü tutub. Təzyiqim də oldu, məsələn, yüksək olub, bir də ürək bulanma, ancaq qaytarma olub. Və o güclü baş ağrılarınız bir ayda neçə dəfə olur? Hansı ki, ürək bulanma ilə, qaytarma ilə olur? O olub, məsələn, ildə bir dəfə demək olar, ildə 2 dəfə təsadüfən. Amma bu son 1 ildə o tutmuyor bu düşərlər. O güclü olanda heç vaxt şey bilməsə qalxamır. Amma iynə vurulurdu ondan sonra. Ağrı kəsi, iynə, dərman, at qərləyə olmuşdan da. Belə elə vaxtı olan deyil. Görürüm 2 dəfə ölçdüm, aşağı olub təzyiqim 2 dəfə. Yuxarıda aşağı deyil, aşağı olub, yuxarı olub. Başqa şikayətiniz var? Başqa belə yox. Başınızın hansına hiss ağrıyır? Məndə sol tərəf ağrıyır bu son vaxtlar çox. Elə bir doktor, ağrı tutanda ancaq boynum qatırda damarlarım məndə şaqqalamır da. Məsələn, belə... Həmişə sol ağrıyır? Çox vaxtı. Olub ki, sağ tərəf ağrısı? Olmur,